Herkese salam. Bugün gelmişik Fethiye'nin en güzel otellerinden birine, Liberty Fabay Oteli'ne. Arkamda gördüğünüz otel. Gelin oteli bir yerde gezelim. Ümumiyyətlə size otel hakkında məlumat verim. Eğer bu otele gelmek isteseniz, tərtibinizi mütləq şekilde Turgut Travel'dan seçim edirsiniz ve aşağıda nömrələrimizi yazacağım. Mütləq şekilde bizim menajerlerine əlaqə saxlayın. Gelin bir yerde gezelim. Deməli, otelin giriş hissəsindən sizə göstərim. Burada həm sağ tərəfdə, həm də sol tərəfdə belə qaraj var. Kim ki öz maşınla gəlib burada maşınlarınızı gündəlik saxlaya biləcəyiniz yer var. İndi girək otelin tam girişinə, bura lobi hissəsinə. Buranın dekorları da belə qəşəngdir. Burada gelirsiniz, əşyalarınızı qoyursunuz. Onları bel boylar otağınıza aparana qədər siz də burada qeydiyyat keçirsiniz. Burada qarşılamada qonaqlar üçün qoyulan burada şokoladlar, içkilər var. Ya da belə oturub kofe, çay içə bilərsiniz. İndi keçirik qabağa. Buradan elə bil ki, bax bu tərəflərdən, bir də bu tərəflərdən otaqlara gedir yollar. Oteldə biraz narahatçılıq burada ancaq müştərilərdə ola bilər ki, otaqların yerləşməsi, o biraz qarışıqlıqdır. Məsələn, həqiqətən hamı öz blokunu axtarır, amma bu dediyim kimi sadəcə 2 günlük olur. Bax, indi mən bunu elə çəkə-çəkə də gördüyünüz gibi sizə sübut elədim. Çünki xanım gəldi birinci bu bloka girdi, normal olaraq mən də elə axtardım. Birinci gəldi gördü ki, bura deyil, getdi özünkinə. Yəni buranın biraz bu struktur baxımından biraz narahatçılığı budur. Otaqlardan birini göstərim sizə. Bu qaldığımız otaq fərqli otaqdır və Liberty Fabayda otaqların iç dizaynı demək olar hamısı eynidir. Girişdə belə qardirob hissəsi var. Qardirobda burada belə ütü masası var və belə kassası var. Sonra indi girək bu tərəfdə belə əşyaları, sonra feni, güzgüsü, burada duş hissəsi. Bu isə 2 dənə otaqdır. Yəni belə 1-2 nəfərlik otaq var, bir də tək nəfərlik otaq var. Bu hissədə minibar olan hissəsidir, çay, su və minibarı da hər gün yenilənir. Belə. İndi girək içəri otağa. Baxa, burada belə televizor var. Bu da ikinci yataq otağı. Burada da yenə belə uzun televizoru, oturmaq üçün kreslosu. Bir də mənzərəsini göstərim. Bu otaqlar deməli Fabayda belə bir şey var. Otaqlar ya birbaşa hovuza çıxır, pool access otaqlar, yaxud da ki üst mərtəbələrdən pləkanlarla düşürsünüz. Amma içləri birəbir eyni olur və belə bloklardan ibarətdir. Otel blok olaraq çox qarışıq və böyük olduğuna görə tam olaraq onu göstərə bilmirəm də bu məsələn binanın hansı hissəsinə düşür. Nəsə, gedək indi digər yerə baxaq. Otaqları keçəndən sonra qarşıda burada 24 saat işləyən lobi bar var. Burada içki çeşitlərinə də baxaq. İçecekler de galiba. Bu da lobideki içki çeşitləri. Sonra devam edirik. Bu hissədən davam edirik. Deməli, resepsiya
resepsiyondan gəldik və əsas otelin başladığı hissə bu hissədir. Bunun sağ və sol tərəfində restoranlar var. Eyni bu blokdan bir blok o tərəfdə də adult onunla olan hissə var. Yəni ora uşaqlı ailələrin girişinə icazə yoxdur. Bu ərazini həm adult onlu hissədə qalanlar, həm burada ailə binasında qalanlar istifadə edə bilir. Amma digər hissəni yalnız böyüklər istifadə edə bilir. Uşaqlı ailələr özləri keçə bilərlər, amma uşağa icazə yoxdur. İndi gəlin bərabər bu blok üzrə yerləşən restoranlara, bir də burada spa var, nə bilim, mağazalar var. Gəlin bir yerdə onlara baxaq. Davam edirik. Birinci bu tərəfdən. Burada adult onlu bar var və bu barın işləmə vaxtı axşamlar olur. Saat 6-dan axşam saat 12-yə qədər bura açıq olur. Bura əsas axşam işləyir. Sonra bunun düz qarşısında burada İtalyan restoran var. Alakat restoranlarından biridir. Bax bu da. Bu restoranda yenə eyni qaydada axşam işləyir. Saat 7-dən 10-a qədər açıq olur. Bu da həmin İtalyan restoranın içərisi. İtalyan restoranın yanında Nisa restoran var, Asiya mətbəxi. Bunun da işləmə vaxtı əsas axşamda. Alakat restoranları demək olar ki, hamısı axşam fəaliyyət göstərir. Sonra gəlir bu hissə. Burada belə market var, oyun alanı var, butiklər var, mağazalar var. Bu otelin iç hissəsidir. Bu da uşaqlar üçün game center. Burada da məsələn hansının nə qədər də ödənişi onlar yazılıb. Yəni buradakı uşaq əyləncə yeri, oyun yeri ödənişsiz deyil, ödənişlidir. Sonra davam edirik. Baxın, burada nə var? Burada da market. Dəniz aksesuarlar falan ala biləcəyiniz yer. Sonra davam edirik. Deməli, orayla qutardıq. Düz bunun qarşısında otelin ən çox istifadə olunan yerlərdən biridir. Patisserie hissəsi var. Bura 24 saat açıq olur. Axşamlar yeməklər, zadlar olan bir şey olur. Yəni, soyuq qəlyanaltılar deyək ona. Bax, burada 7-24 açıq olur. Burada yazılıb ki, yəni, dəniz paltarla girməyin. Burada məsələn dondurmalar da var. Bu axşam elə bir ki, bu dondurma olan hissədə axşam burada yeməklər olur. Yok, teşekkürler. İndi yenidən davam edirik. Sonra bunun qarşısında mənim ən sevimli, oteldə ən çox sevdiyim yer var. Gedək ora. Hə, bunun qarşısında hələ buranı da göstərim, bura yadından çıxmamış. Burada Mira restoranı var. Əsas ana restorandır, yəni bu restoran. Burada məncə indi bu saatda bağlı olmalıdır. Baxın bir dəqiqə. Hə, bağlıdır çünki yemək vaxtı deyil. Amma yemək vaxtını əlavə eləyərəm bura. Deməli, bax, səhər saat 7-dən 11-ə qədər zavtraq olur.
və axşam yeməyi, günorta yeməyinin də saatları qeyd olunub. Əslində elə qoy belə də göstərim. Çünki adam az olanda, daha sakitçiliyi olanda daha yaxşı görünür. Buranın dizaynı belə çox soft, çox gözəl. Yəni mən buranın əslində çox bəyənirəm bu ana restoranı. Tamam, davam edək. Allah, buradan çıxacaq yeri yoxmuş. Gedək o birisi tərəfdən çıxaq. Elə bildim oradan çıxacaq var. Ha, bunun terası da var hələ. Həm içəridə, həm də çöldə oturub yemək yeyə bilərsiniz. Bu da bunun terası. Bunun düz qarşısında Apollon restoranı, mənim ən sevdiyim, oteldə ən çox sevdiyim yer. Burada axşam canlı musiqilər olur. Həm də belə, istəsəz çöl hissədə futbol oturub baxa bilərsiniz. İşləmə saatı saat 10-dan axşam 12-yə qədər. Bax, bu hissədə canlı musiqi olan hissə buradır. Bunun düz qarşısında bardır. Burada oturmaq üçün yerlər var. Burası barın da tam qarşısında yenə oturmaq üçün fərqli yerlər. Amma ən gözəl yer, mənim ən xoşuma gələn yer buradır. Teras hissəsi. Bu Apollon restoranın axşam görüntüsüdür. Yəni mən elə bilirdim tək mən sevirəm bura, amma görürəm ki, yox, elə otelin də yarısı buradadır. Bunlar da buranı deyəsən çox sevirlər. Həqiqətən adam çoxdur, həddən artıq. Burada belə canlı musiqilər olur. Həm də belə axşam məsələn nəsə futbol zad olanda o ekranlardan baxırlar. Yəni həqiqətən mən buranı çox sevirəm. Yəni bu restoran doğrudan yəni çox gözəldir. Mən ən sevdiyim otelin hissəsi bəs buradır. Bu Apollon bar olan hissə. Bu demək olar ki, bu bina ilə artıq bitirdik. Məncə burada heç nə olmadı, qalmadı. Bir dənə də qarşıda hovuz hissəsi var. Onunla da buranı tamamlamış sayırıq. Burada məsələn bax otelin xəritəsi də var. Hansı yer harda yerləşir, hamısı burada qeyd olunub. Biraz otel böyükdür, ona görə də ilk 2 gün məncə sizin üçün biraz yorucu olacaq yerləri bilmək. Amma 2 gündən sonra adamımız öyrəşir ki, harda nə var. Və həddindən artıq hovuzlar da çoxdur. Otel demək olar, yəni hər yeri hovuzdur. Burada beach bar var suyun içərisində. Bax, oteli göstərim qarşıdan. Həqiqətən çox böyük ərazisi var.
Buradan da düz aşağı düşürük dənizə tərəf. Dənizə tərəf düşəndə qarşıda yenə krem ala biləcəyiniz, nə bilim, bu güneşə qarşı yağlar ala biləcəyiniz marketlər var. Və burada da düz qarşısında Kids Club var. Bu hissə isə o Kids Club'a getmədən öncə gəlin birinci bu adult only olan hovuzun göstərim. Bax, bu hissəyə uşaqlara giriş icazə yoxdur. Ancaq böyüklər üçün nəzərdə tutulub. Və saat 8-dən axşam 8-ə qədər bura açıq olur. Buradan da gedək dənizinə. Bu da saat 8-dən 10-a qədər açıq olur. Burada plajı, qarşınızdakı o kabanalar ödənişlidir. Günü təxminən 250-200 euro civarında olur. Amma o sezondan sezona dəyişir deyə onu gəldiyiniz vaxt dəqiqləşdirmək lazımdır. Plajını da göstərim ki, baxın, daşlı qum olmağına. Bax, bura qumdur. Biraz aşağı gedirsiniz. Tam giriş hissədə biraz daşlıq var. Amma o da sizi narahat eləyəcək bir şey deyil. Və dəniz də dayazdan dərinləşir. Yəni, rahat giriş eləmək olur dənizə. Yaxud da istəsəz, bu qarşıda gördüyünüz bu yerlə dənizin içinə girib birbaşa dərinə düşə bilirsiniz. Otelin uzaqdan görünüşü belədir. İndi gəldiyimiz kimi geri qaydaq. Gəldiyimiz yolu geri qaydanda burada axşam əyləncə proqramının olduğu səhnə hissədir. Burada da yenə içəcəklər servis edilir. Bax, bura. Yenə geri qaydaq. Oradan da keçək sağ tərəfə uşaqlar üçün maraqlı olan yerə. Deməli, bu getdik dənizə bu yolla. Təzədən burayla da geri qaydırıq. Və burada əyləncə proqramlarının olduğu infodesk var. Yəni, otelin hansı hissəsində nə əyləncə proqramı varsa, burada gündəlik qeyd olunur. Məsələn, animasiya, aktivitelər, nə varsa hamısı. Sonra burada yenə oturub içki içə biləcəyiniz normal plaj deyirəm, hovuzun kənarında olan restoranlardan biridir. Burada yenə ödənişsizdir. Bunun da qarşısındakı restoranda gəlin, oranda çəkim. Yenə orada da
Böyle sinek şeyler, mesela pide, ne bileyim hot dog falan, bu tarz şeyler yemək üçün bura nəzərdə tutulub. Qoy gedək içərisində göstərim. Bax, bu restoran. Burada belə meyvələr də var. Belə waffle'lar, dondurmalar. Burada snack restoran. İndi bu snack restorandan çıxaq. Gedək qarşıdakı Kids Club-a. Niyəsə otellərdə ən çox sevdiyim yerlərdən biri Kids Club olur. Bax, bu da Budda restoran, Hind restoranı, bir də Balbura snack restoranıydı. Onun da qarşında Kids Club. Burada da Kids Club-ın işləmə vaxtları. Hə, deməli otaqda, daha doğrusu indi uşaqlar üçün olan bu Kids Club hissəsinə gəlmişik. Burada da uşaqlar olduğuna görə ailələr çəkməyə icazə vermir. Narahat olarlar deyə oranı çəkə bilmədim. İndi ümumi belə uşaq olan alanı çəkim. Yəni belə soft play room var. Dediyim kimi uşaqlı ailələr narahat olar deyə ona görə o kadrları çəkməyə icazə yoxdur. İndi davam edirik. Bu Kids Club'ın qarşısında Aqua Parkına gəldik. Burada Aqua Park. Karşımızdaki Aqua Park bu otele ait değil. O Signa Otel'in Aqua Parkıdır. O da zaten Liberty Group'tur. Sadece burada belə ara kəsməklə oteller birbirinden ayrılıb. Bizim bu Favay'ın Aqua Park hissəsi de budur. Bakın oradan yoldan geldik, Kids Club'dan geldik. Bura Aqua Park hissəsinə. Aqua Parkında da hem böyükler için hem de uşaqlar için var sürüşkənlər. Bunun da qarşısında belə uşaqlar üçün balaca havuz var. Belə demək olar ki, otelin hər yerini gəzdik deyə bilərəm. Hə, deməli oteli bir yerdə gəzdik. Ümumilikdə otel haqqında fikirlərimi deyim sizə. Liberty Favay'ı mən otel olaraq bəyəndim və nəzərə alsaq ki, Fethiye bölgəsində otel həqiqətən azdır. O otelləri nəzərə alsaq və otellər olur, alalım. Hə, o otelləri nəzərə alsaq, təşəkkürlər.
O otelləri nəzərə alsaq ki, burada ümumiyyətlə Fethiyə bölgəsində otel azdır və mövcud olan otellərin arasında gələ biləcəyimiz ən lüks otellərdən biridir. İndi mən bunu bura gələndə zaten Fabaya gələndə qonaqlar onsuz da görəcəklər. Fabay Liberty qrupunun digər otellərindən Liberty Signa və XO Cape Arna otelinin yanındadır. Və bu 3 otel zaten şəbəkə olaraq eyni otel olduğuna görə bir-birinin yanındadılar. Bu 3 otel arasında müqayisə eləsək əgər, məncə Liberty Signa'nın və XO-nun biraz daha altında qalır Liberty Fabay. Amma digər bölgədə yerləşən digər otellərlə müqayisə eləsək, onların da yəni çox üstündə qalır. Fabayın yəni digər Signa'dan və XO-dan məncə biraz xidməti və yemək çeşidliyi aşağıdır. Amma ümumilikdə zaten özünüz də gördünüz, o yemək çeşidliyi də, otelin ərazisi və xidməti də hər şeydə normal. Sadəcə bu üçün arasında müqayisə edirəm. O da yəni bu otellər zaten bütçə olaraq da bir-birindən fərqlənir. Amma ümumilikdə Fabay haqqında onu deyim ki, bura gələndə ilk 2 gün turistlərə həqiqətən çətin olur. Çünki otelin içərisində çoxdur. Signa, XO biraz daha sadədir, daha bəsitdir, amma bura daha çox qarşıdır. Özəlliklə blokları, yəni mən o qədər o blokları fıran bilirdim ki, kim hansı blokda qalır. Çünki həqiqətən çox qarşıdır və çox belə struktur olaraq çox fərqlidir. Amma ümumilikdə yeməkləri və s. hər şey yaxşıdır. Dənizə birinci xətt yerləşir. Yəni məncə buranı bəyənəcəyiniz otellərdən biri olaraq görürəm. Təbii ki, bura gəlmək istəsəz, mütləq şəkildə Turgut Travel-a müraciət edib əldə edə bilərsiniz və gəlib burada da öz tətilinizdə dincələ bilərsiniz.